Mən Şenzayda Ayan, ayın 20-si Mobifon Electronics'dən iPhone Pro Max 17 Pro Max almaq üçün yaxınlaşdım. Bu zaman mənə digər aksesuarlar da satıldı və mən evə qayıdıb yekun məbləği hesabladıqda artıq gördüm ki, məbləğ 6440 manata başa gəlir mənə. Bu bazar qiymətindən və öz veb saytlarında qoyduqları qiymətdən belə mənə baha satıbdılar bu hər bir şeyi. Səhərsi gün mən yaxınlaşıb telefonu və aksesuarları qaytarıb şəxsi öz telefonumu onlara ilkin ödəniş kimi verdiyim telefonu geri götürmək istəyərkən sənədləşmədə də mənə hər bir şeyi tez bazar və ətraflı izah etmədən imzaladıbdılar və orada maddə 15-i əsas tutub yazırlar ki, mən bu malları heç bir halda qaytarmayacağam, bu barədə sizə yaxınlaşmayacağam, amma araşdırılsa görəcəklər ki, maddə 15-i əsas tutduqları bir qayda qanun yoxdur orada. Şəxsi telefonum isə onlarda qalıbdı. Bunu telefonu hansı əsasla orada saxlayırlar? Onun haqqında heç bir sənəd, mən 3 dəfə mağazinə yaxınlaşmışam. O sənədi mənə təqdim eləmirlər. O sənədlərdə də böyük nöqsanlar var. İmza yerləri, təhvil alanın, təhvil verənin yerləri belə fərqlidir və əlavə olaraq mənə heç bir çek, ƏDV və s. heç bir sənəd təqdim olunmadı ödəniş barədə. 60 manat mən onların kartına ödəniş elədiyim halda mən mağazində bunu bildirirəm ki, sizi dövlət orqanlarına, dövlət qurumlarına şikayət edəcəm. Mənə deyirlər ki, siz bizdə müştəri olmamısınız, sistemdə yoxsuz, siz bizə heç nə verməmisiniz, heç nə də almamısınız və bizə 60 manata da kart köçürtməmisiniz. Halbuki mənim əlimdə sübutlar var, çek var. Məsələ ilə bağlı qarşı tərəfində fikirlərini öyrənmək məqsədi ilə Mobifon Electronics mağazasına yollandıq. Bura gəldiyimiz zaman isə mağazada gözləmədiyimiz halla qarşılaşdıq. İki şəxsin oğurluq elədiyi. Bir dənə mənə dinləyin. Bizə şikayət daxil olub ki, sizin bax bir dəqiqə. Mən onu anladım. Siz niyə gəlmirsiniz mən danışım? Siz qoymursunuz danışmağa. Gözün bir dənə. Qulaq asın, mən cavab verirəm. Fikirlərinizi öyrənmək üçün gəlmişəm. Ay xanım, qulaq asın. Siz mənim üstümə niyə qışqırırsınız? Niyə qışqırırsınız? Mən sizə deyirəm ki, sizin hal-hazırda hər hansı bir iş sahibi almaq kimi fikriniz varsa, bunu rəsmi etməlisiniz. Bu nədir? Siz bu əsas sonu deyə bizlə danışırsınız. Sən danışmaq lazım. Bəli, görüntülərdən nə məlum olduğu kimi biz Mobifon Electronics mağazasının qarşısındayıq. Mağazadakı satıcılar və rəhbərlik bizə cavab verməkdən imtina etdilər.